Bismillahirrahmanirrahim. Və sallallahu alə Muhammedin və alihi tahirin. Esselamu aleykum və rəhmətullahi və barakatuh. Xumsla bağlı bir məsələni izah eləmək istəyirdim. Nə məsələsidir? O məsələdir ki, bir insanın borcu var, ona xums vacibdirmi? Suallar dəfələrlə verirlər, ona görə istəyirəm yüngülvari də olsa, qısa da olsa, çətin olmasın deyə izah eləyim. Xums hamıya vacibdir. Lakin burada bir qeyd var. Hamıya deyəndə ki, insanın özünə ki, xums vacibdir ki, mallarına xums vacibdir. Yəni, puluna, var dövlətinə, əşyalarına, o şeylər ki, istifadə olunmayıb şəxsi ehtiyaclarında il əsnasında, il tamam olandan sonra onun xumsunu çıxartmaq lazımdır. Kimə vacibdir? Həmin insana, həmin mükəlləfə. Amma xums nəyə vacibdir? Ancaq bu həmin şeylərdir ki, mənim əlimdədir. Pul olsun, mal olsun, qara olsun, nə bilim, əşyalar olsun, ticarət avadanlığı olsun və bunun kimi. Deməli, istisna olunan nədir? Şəxsi ehtiyacları ki, mən sərf edirəm il boyu, onları mən xumsunu çıxartmıram. Niyə? Çünki mən buna ehtiyacım var. Mən buna ehtiyacım olduğu surətdə mən də ona öz şanıma uyğun almışam, onun xumsunu çıxartmıram. Yaxşı, indi gəldirik çatdıq məsələsinə, borc məsələsi. Borcda olan şəxsə xums vacibdir. Yenə də həmin qayda buna da şamildir. Borc olan insana xums vacibdir. Bir mənada ki, borc insan götürüb bunu bildik. Nə üçün götürüb bunu baxmaq lazımdır. Lakin bunun əlində olan mallar ki var, onlara xums mütəlləq olur, yəni xums vacib olur. Bəli. Bəzi borc yerlərində xums istisna olunur. Yəni həmin xums istisna olur, yəni nədir? Xums verilmir də həmin maldan. Necə? Məsələn, mən bu il həkimə getmişəm, borc pul almışam, 200 manat getmişəm həkimə, özümü müalicə eləmişəm. Həmin borcu elə ki, verməmişəm. İndi gəldi çatdı mənim ilim. Fərqi yoxdur. Mənim xums günüm çatdı və yaxud da ki, mənim işim yoxdursa, mənim bir il tamam oldu. Mən indi baxıram, mənim ki, borcum var, məsələn, mənim bir borcum var 200 manat, həmin şəxsi ehtiyaclar üçün və həmin ildə bu baş verib. Mənim də əlimdə bu dəqiqə 200 manat pul var. 200 manatla fərqi yoxdur, ancaq pulu saymırıq, hamısını sayırıq. 200 manatlıq mal var əlimdə, istifadə olunmayan. İndi mənim ki, bu həmin ildə şəxsi ehtiyaclarımdan ötəri olan borcum ki var, mən onu ki elə verməmişəm, ona görə ki, mən ki fayda aparmamışam, mənim əlimdə 200 manatlıq mal var, lakin mənim 200 borcum var. 200 manat borcum var. Həmin o 200 manatı mən istisna edirəm. Yəni, xumsdan istisna edirəm. Niyə görə? Çünki bu il üçün, həmin il üçün, mənim şəxsi ehtiyaclarım üçün borcum olub. Yaxşı, ikinci misal. Mən borc götürmüşəm, bir şey almışam, telefon. Əgər mən bu telefonu həmin ildə istifadə edirəm və borcunu ələ verməmişəm, bəli, həmin hökm cari olur, eyni formada. Baxır, telefonu istifadə edirəm, lakin il tamam oldu. Baxıram, görürəm ki, mənim istifadə olunmayan mallarım 200 manatdır, 200 manat da borcum var. Yenə də həmin onu istisna edirəm xumsdan, xumsunu vermirəm. Yaxşı, ikinci il gəldi. Həmin telefon elə durub istifadə edirəm şəxsi ehtiyaclarımda. Yenə də borcu elə ki verməmişəm. Yenə də həmin formada istisna edə bilərəm. Niyə görə? Çünki həmin telefonu mən bu ilin şəxsi ehtiyaclarımda istifadə edirəm. Yaxşı, amma mən bir dənə borcum var, mən götürmüşəm. Bu il həkimə getmişəm. Bu ilin axırında dediyim kimi istisna eləmişəm həmin borcun miqdarını. Sonra gələn il gəldi. Gələn ildə ilin axırında həmin borc qalmış olsam, onu istisna eləyəcəm? Xeyr, istisna eləməyəcəm. Niyə? Çünki ikinci ildə həmin borc mənim bu ilim ehtiyaclarım üçün olmayıb. Keçən ilin ehtiyaclarım üçün olub. Ona görə də 200 manat əgərimdə pul qalmış olsa və 200 manat borcum olsa belə, yenə də xumsunu çıxardacağım. Başqa bir surət, başqa bir forma. Mən götürüb ticarət eləmək üçün pul götürmüşəm. Borc, bəzi avadanlıqlar almışam və yaxud bəzi mallar almışam, onları alış-verişini edirəm. Məsələn, telefon alış-veriş edirəm. Telefonları satmışam. İndi həmin borc qalıb, pulu verməmişəm elə. Telefonlar da yoxdur. Nə edirəm? Həmin o borcu istisna edirəm? Xeyr, həmin borcu istisna eləmirəm. Əlimdə olan, nə olsa istifadə olunmayan, hamısının xumsunu verəcəm. Bir dənə surət odur ki, mən gedirəm, bir dənə dükandan mal alıram nisiyə. 5 dənə telefon almışam nisiyə, satanda götürüb pulunu verəcəm.
İlim tamam oldu. Xums günüm gəldi. Mənim həmin 5 telefon əlimdədir. Həmin o 5 telefonda pulu, məsələn, fərz edək ki, hər telefon 200 manat, 1500 manat da borcum var. Əlimdə də olan istifadə olunmayan mallar, məsələn, 3000 manatdır. 3000 manatın hamısının xumsunu çıxartmayacağam. Niyə? Çünki həmin o telefonlar var, ha, telefonları qoyacağam qırağa, çünki onları mən borcla almışam və həmin borcu elə verməmişəm. Həmin telefonlardır, ha, borcla aldığım telefonlar. Ha, onların xumsunu verməyəcəm, amma qalan malım ki var, onların hamısının xumsunu verəcəm. Yəqin ki, aydın oldu. Çünki burada fərziyyələr çoxdur, çox məsələ ola bilər. Onları ona görə də dəqiq bilməkdən ötürü insan ətraflı oturub yazmalıdır sualını, hər tərəfli qeyd eləməlidir. Bu borc nə üçündür, haçan alıb, nə üçün alıb, nə üçün istifadə edib. İndi bu dəqiqə bunun olan borcu nə üçündür? O borcla aldığın şeylərin həmin özüdür, yoxsa onu satıb başqa şey alıb onun əvəzinə. Ona görə də bunlar hamısı təsir eləyir. Biz deyək ki, həmin malın xumsu vacibdir, yoxsa vacib deyil. Amma ümumi qayda olaraq belə bir insanımız yoxdur ki, biz deyək ki, ona xums vacibdir. Belə bir anlayış yoxdur şəriətdə. Xums çünki mallara gəlir. Ona görə də hətta həddi buluğa çatmayan insan Seyyid Sistanın nəzərində onun mallarına xums vacibdir. Yəni təbiidir ki, biz artıq burada deməyəcəyik uşağa xums vacibdir. Bu məcazi mənadadır. Lakin həqiqi mənada uşağın mallarına xums vacibdir. Ona görə də onun vərisinə, atasına ya atasının atasına vacibdir ki, onun malından xums çıxartsın. Öz cibindən yox ha, onun malına, uşağın malına xums çıxartsın. Birdən çıxartmasa, həddi buluğa çatandan sonra həmin uşaq xumsunu çıxardacaq. Təbiidir ki, öz təqlidinə əsasən. Yəqin ki, aydın olar. Elhamdülillah Rabbil Alemin.